Salam uşaqlar. İndi isə maddə miqdarında artıq qalma məsələlərinə baxaq. Məsələn, yazırıq ki, deyək ki, hidrogen üstəgəl oksigen alınır su. Əmsallaşdırmalıyıq məsələni, hökmən, reaksiyanı daha doğrusu. Deyək ki, verilirsə ki, 1 mol hidrogen, məsələn deyirəm, 32 qram oksigen reaksiyaya girəndə qabda cəmi neçə qram maddə alınar? Neçə qram maddə alınar? Sual budur. Ümumiyyətcə bilmək lazımdır ki, reaksiya gedəndən sonra qabda hansı maddə olacaq? Təbii ki, əmələ gələn olacaq və əgər bu maddələrdən hansı qalıbsa və nə qədər qalıbsa, o artıq qalan maddədən nə qədər qalıbsa, o da qabda qalır. Reaksiya girən girir, reaksiya girən getdi. Amma qabda nə olacaq? Bunlardan hansı artıq qalacaq? Girməyən, nə qədər artıq qalıbsa və əmələ gələn məhsul qabda olacaq. Deməli, qabda neçə qram maddə qalıb deyəndə bunu da tapmalıyam. Bunu da nəyə görə tapmalıyam? Hansı maddəyə görə hesablayıram? Məsələn, deyək ki, bu verilməyib. Biri verilməyib. Biri veriləndə elə müəssəmdir da. Məsələn, bunun molunu istəyirəm tapım. Neçə mol əmələ gələr? Bunlardan biri verilməyibsə, deyəcəm 1 mola görə x mol, molun altına mol yazacağım, bu molun altına mol. Amma indi reaksiyaya daxil olan hər iki maddənin ya molu verilə bilər, ya qramı verilə bilər, ya litri verilə bilər. Fərqi yoxdur. Ya molekulun sayı verilə bilər. Bir sözlə, reaksiyaya girən maddənin hər ikisinin miqdarları verilib. Bəs mən məhsulu hansına görə hesablayım? Məhsul nüsü kiçiyə görə hesablanır. Nündə necə tapırıq? Hidrogenin nüsünü tapmaq üçün, axı nünün düsturunu bilirik ki, molu mola bölürəm, qramı qrama, litri litrə, molekulun sayını bildiyimiz molekulun sayına bölürük. Burada da hidrogenin nüsünü necə taparıq? Verilən molu reaksiyadakı mola bölərik. 1/2. Bunun nüsü elədir 0,5. Nü oksigeni tapaq. Nü oksigen qram verilibmi? Reaksiyadakı qrama bölərik. Mol verilsəydi 1-ə bölərdik. Qram verilib deyə qramına bölürük. 32-ni 32-yə böləndə cavab alınır 1. Bu rəqəmlərin məsələ həllində mənə belə rolu yoxdur. Bundan istifadə eləmirəm. Sadəcə rolu nədir? Hansı maddənin nüsü kiçikdirsə, o tamamilə qutarır. Mən də deyirəm, hidrogenin nüsü 0,5 elədir, oksigeninki 1 elədir. Onda nüsü kiçik olan maddə tamamilə reaksiyaya girir. Amma nüsü böyük olan maddədən bax bundan artıq qalacaq. Nə qədər artıq qaldığını bilmirəm. Hesablama nüsü kiçik maddəyə görə hesablanır. Yəni tamamilə girənə görə hesablanır da, tamamilə girənə görə. Bir düşünün ki, bir meşok undur. Məsələn, 1 kilo çörək, 1 kilo undan bir dənə çörək çıxır. Mən deyə bilmərəm ki, 1 meşok undan bir dənə çörək çıxır. Yəni, bir meşokun 50 kiloqramsa, 1 kiloqramdan bir dənə çörək çıxır, 49 kiloqramı qalır kənarda. Nəyi demək istəyirəm? Burada da hesablama nəyə görə aparılır? Nüsü kiçik olan maddəyə görə hesablanır. Biz bayaq dedik axı, 1 kiloya görə bir dənə çörək çıxır. Burada da tamamilə girən. Deyirəm, tamamilə girən nüsü kiçik hidrogen. Hesablama hidrogenə görə aparılır. Bax, nüsü böyüyə görə aparılmır. Bunu yumrulayıram ki, bu mənə lazım deyil. Hesablamanın tənasibini qururam. Bax, belə biraz əyri düşür. 1 mola görə görəsən neçə mol əmələ gələr? Bu molun altından bunun molunu yazaram. 2 mol. Bu molun altından bunun molunu yazaram. 2 mol. Görürəm ki, 2 mol girəndə əgər 2 mol su alınırsa, 1 mol girəndə neçə mol su alınır? Əlbəttə ki, qabda nə olacaq? Qabda 1 mol su olacaq. Bəs qabda başqa nə olacaq? Bax, qabda nüsü böyük olan maddədən artıq qalır. 32 qram maddə var, oksigen. Qramla verilib də. Görən 32 qramdan nə qədəsi girdi? Mən bilsəm ki, 10 qramı girib, digər 22 qramı qalıb. Deməli, oksigenin girənini tapmalıyam. Yenə də nüsü kiçik hidrogendir də. Buna baxma, bu rəqəmə baxmırıq. Deyirəm, görəsən bu 1 mola görə, bu qramdan baxın, neçə qram girər? Bu 1 mol girdisə, bu da neçəsə qram girib də. Buna baxmıram. Bunun nüsü böyüdür. Molun altına yazaram mol. Qramın altından 16 vur 2. 32. Ucu tənasibimiz bax belədir. Tənasibimiz bax belədir. 2 mola görə 32-dirsə, əlbəttə 1 mola görə neçə qram girər? 16 qram oksigen girər. Deməli, belə çıxır ki, 32 qramdan 16 qram oksigen girdi. Neçə qram oksigen artıq qaldı? Əlbəttə ki, 16 qram oksigen artıq qaldı. Qabda 1 mol su olub və 16 qram da oksigen olmuş. İndi mənə deyir ki, qabda neçə, məsələn, mol maddə var. Molu istəsə, deyərəm, qabda 1 mol oksigen var. 16 durub mən 1 moldan 16 qramı toplaya bilmərəm axı.
Məndən molla istəyirsə, bu molsa, bunu da mola çevirək. Deyirəm 16 qram oksigen neçə moldur? Molu tapmaq üçün burada verilən qramı bildiyimiz bunun qramına bölürük. 32-yə böləndə bu da eləyir 0,5 mol oksigen. Qabda neçə mol maddə var? Əlbəttə ki, 1,5 mol maddə var. Amma deyilsə qabda neçə qram maddə var? 16 qram oksigen var. 1 molsu neçə qramdır? 18 vur 1, 18 qram da budur. Qabda 18 qram bundan var, 16 qram bundan var. Neçə edir? 34 qram. Qabda cəmi 34 qram maddə olacaq. Deməli, reaksiyaya daxil olan maddələrin hər ikisinin miqdarı verilibsə və məhsulun kütləsi soruşulursa və ya qabda olan maddələr soruşulursa, hesablama nüsü kiçiyə görə hesablanır. Nüyünü də necə tapdıq? Molu mola bölməklə, qramı qrama bölməklə. Nüsü kiçiyə görə hesablanır. Nüsü kiçik tamamilə girir. Amma nüsü böyük maddədən artıq qalır. Nə qədər artıq qalır? Nüsü kiçiyə görə hesabladıq həm bunu. Həm nüsü kiçiyə görə bunun girənini tapdım. 32-dən girənini tapandan sonra yerdə qalır qalanı. Başqa bir dənə də bundan məsələ işləyək. İndi deyərsiniz birdən nüylər bir-birinə bərabər olanda, bəs hansı maddədən artıq qalar? Hesablama nəyə görə aparılır? Deyək ki, bu da -0,5 elədi, bu da -0,5. Onda hansı maddəyə görə hesablama aparılır? Nüylər bir-birinə bərabərdirsə, onda beləcə ki, bu maddələrin hər ikisi reaksiyaya girmiş olacaq. Hər ikisi. Hər ikisi reaksiyaya girir. Ürəyim istəyir buna görə hesablayardım, ürəyim istəyir buna görə hesablayardım. Bu zaman qabda hansı maddə olacaq? Yalnız məhsul olur. Məhsul. Yəni başlanğıc maddələrdən nüsü böyük olan olmadı axı. Ona görə də başlanğıc maddələrdən qabda qalmaz. Buna uyğun bir dənə də məsələ deyək, sonra keçək başqa tipajlara. Deməli, məsələn birini də verirəm. Azot, üstəgəl, hidrogen alınır, kəskin eyli, rəngsiz qaz. Əmsallaşdırıram hökmən. Deyək ki, belə ki 44,8 litr budur. Nə deyim buna? 18,6 bronz 23 sayda molekul hidrogen verilib, reaksiyaya girib. Mənə deyir ki, neçə mol amonyak əmələ gəlir? Mən də deyirəm, hesablama nüsü kiçiyə görə aparılır. Nüyünü necə tapırıq? Nüy azot bərabər. Buradakı litr istəyirsə bunu mola çevirək. Mol ən rahatıdır. 44,8 22,4-ə böləndə elə bura 2 mol yazsaq bəs eləyir. Deyirəm 2 molu reaksiyadakı mola bölürəm. Bir dəxi bunun qabağında 2 olsa 2-yə bölərdim. 2-ni 1-ə böləndə nüsü eləyir bunun 2. İndi nüy hidrogenə baxaq. Nüy hidrogeni tapmaq üçün yenə bunu molekula bölürəm. Elə bunu ən gözəl bunu da mola çevirim. 18,6 bronz 23 molekul neçə moldur? Verilən molekulu bildiyim 6,2 ons 23 molekula böləndə eləyir 3 mol. Gəl bunu da pozaq. Burada gözəlcənə 3 mol yazaq. O daha rahat, gözəl görünər. Yazıram bura 3 mol. İndi deyirəm hidrogenin molunu tapın. Verilən molu reaksiyadakı mola bölərəm. Bunun da nüsü elədi 1. Əgər nüylər bir-birinə bərabər olsaydı, ürəyim istəyir buna görə hesablayaram, ürəyim istəyir buna görə qabda yalnız məhsul olur. Artıq qalan olmur. Amma nüsü böyük kiçik olanda hesablama nüsü kiçiyə görə aparılır. Nüsü kiçik hidrogendir. Hidrogen tamamilə girir. Amma bu neçə mol idi yazmışdım? 2 mol. Bunu da düzəldim ki, belə də şey görürsün. Bu verilib 2, bu da 2 mol verilib. Deməli, hesablama nüsü kiçiyə. Yəni bu siz buna baxmayın. Bəzən uşaq götürür deyir 2 mol budur, 3 mol budur. Bunun nüsü böyükdür. Yox, nüyünü tapmaq üçün verilən molu buradakı mola bölmək lazımdır. Mən də tapdım hidrogenin nüsü kiçikdir, tamamilə girir. Amma azotun nüsü gördüm böyükdür. Bundan artıq qalır. Buna əlim dəyməsin. Bu qalsın axıra. Deməli, hesablama nəyə görə aparılır? Nüsü kiçiyə görə. 3 mola görə x moldur. Bu molun altına bunun molunu yazaram. 3 mol. Bu molun altına bunun molu yazaram 2 mol. Qram olsa qram yazardım. 17 vur 2. O da deyəcəm 3-ə görə 2, əlbəttə ki 3-ə görə 2 mol alınardı. 2 mol amonyak əmələ gəldi. İndi nüsü böyük maddədən artıq qalır. Hələ bu 2-yə baxmıram. Nüsü kiçiyə görə hesablama aparılır. Buna görə hesablayım görüm neçə mol girər. Bir girəri tapın. Molun altına mol, bu molun altına 1 mol. 3-ə görə 1 mol giribsə 3-ə görə 1 mol girər. Bundan 1 mol girdi. Bəs neçə mol qaldı qabda? 2 mol salıblar qaba, 1 molu girib. Deməli 2 mol da azot qalıb. Qabda əmələ gələn və artıq qalan olur. Cəmi 4 mol maddə olur. Cəmi 44 deməli 4 molsa neçə litrdir? 1 mol 22,4 olanda 4 mol 89,6 litr eləyir. Neçə qram maddə əmələ gəlir? 17 vur 2 34 qram, 28 vur 2 56 qram. Cəmi bunların kütləsini hesablasaq 10, bu neçə eləyir? 8,90. Səhv hesablamadımsa bu şəkildə qalır. Buna görə yolumu qaytarıb gəlmirsən Azad.
Baş toxunmaz. İndi başqa bir artıq qalma məsələsi, başqa tipə keçək. Məsələn, verilir ki, kalsium və oksigenin reaksiyasından gedir söhbət. Mən də deyirəm yazım. Kalsium da ekvivalentlidir, oksigen də ekvivalentlidir, heç nə düşməz. Əmsallaşdıraraq 2 kalsium var, burada da 2 kalsium, vsyo. Mənə deyir, eyni kütlədə götürülən kalsium və oksigen. Eyni kütlə deyəndə, məsələn, M qram və M qram. İstəyirsən A qram yaz, fərqi yoxdur. Eyni kütlədə götürülən bunlar reaksiyaya girəndə mənə nə deyir? Mənə deyir ki, məsəl üçün 56 qram kalsium oksid əmələ gəlib. İndi soruşur ki, hansı maddədən və neçə qram artıq qalıb? 2 yol deyəcəm, hansı yol rahatdır, o yolda yadda qalsın. Deyirəm ki, 56 qram əmələ gələndə görəsən bundan neçə qram girdi ki, bu girməsə bu necə əmələ gələr? Ya bu girdi ki, bu əmələ gəldi də. 56 əmələ gəldi, görəsən neçə qram girdi? Qramın altında bunun qramı. Kalsium 40-dır. 40 üstə gəl 16. 56 eləyir. 56-nı da 2-yə vuranda 112 qram. Bu qramın altından bunun qramını yazarıq. 32 qram. Deyirəm ki, 2 dəfə azalıbsa, bu da 2 dəfə azalacaq. Tapacam ki, 16 qram oksigen girdi. Bunu bildim ki, girən bu oldu. İndi 56 qram əmələ gəlsə, bu da girdi də. Görən bu 56 qram əmələ gələndə bu neçə qram girər? Girdi. Görə neçə qram girdi ki, bu alındı? Alınana görə hər ikisini tapırıq. Bu qramın altına bunun qramını yazdıq. Bu qramın altında bunun qramını yazarıq. 40 vur 2. 80 qram. Tənasibim belə oldu da. 112-yə 80-dir. 56-ya neçədir? 2 dəfə azalıbmı? 2 dəfə azal. Bundan da 40 qram girdi. İndi mənə deyir ki, hər ikisi eyni kütlədədir. Hər ikisi sizcə. Bu 40 qramdır, bu 16 qram. Bir düşünün görüm, hər ikisi eyni olub. Yəni hər ikisi 40 qram 40 qram olub, yoxsa hər ikisi 16 qram 16 qram olub? Əlbəttə ki, hər ikisi 40 qram. Səbəb nədir? Bu mən girənləri tapdım. İndi hər ikisi eyni olmalıydı, amma biri 40, biri 16-dır. Mən hər ikisinin üstünə 16 yaza bilmərəm. Bilirsiniz niyə? 16 qramdır yaxşı. 16 qramdan 40 qram girdi. Belə ifadə düz deyil axı. Ona görə deyirik bu fikir səhvdir. Üzr istəyirəm, bir dənə zaryadkaya salım bunu. Aha. Deyirik ki, hər ikisinə 16 qram qoya bilmərəm. 16 qramdan necə 40 qram girdi? Bu fikir düz deyil. Amma hər ikisinə 40 qram qoysam, bu da 40 qram olub, bu da 40 qram olub. Bu zaman deyirəm ki, 40 qramdan nə qədər girdi? 40-ı da girdi. Heç nə qalmadı. 40 qramdan neçə qram oksigen girdi? 16 qram. Deməli, artıq qalan maddə hansıdır? 40-dan 16-sı girdisə, 24 qram oksigen artıq qalıb. Mənə soruşsa ki, qabda neçə qram maddə olacaq? Mənə desə ki, qabda neçə qram maddə olacaq? Qabda əmələ gələn olur, yəni 56 qram maddə və artıq qalan olur. Artıq qalanı da tapdıq da, artıq qalan da 24 qram. Qabda cəmi 80 qram maddə olacaq. Heç bunu belə eləməsən də olardı. Məsələn, 40-ı tapdın, 40-ı tapdın. Həmişə deyirik, girən kütlələrin cəmi əmələ gələn kütlələrin cəminə bərabərdir. Girən kütlə nə qədərdir? Bax, indi sizdən bir şey deyim. Kalsium neçə qram götürülüb? Kalsium götürülüb 40 qram. Nə qədəsi qalıb kənarda? Heç nə qədər. Deməli, kalsiumdan 40 götürüldü, elə 40-ının 40-ı da girdi. Hamısı girdi. İndi oksigenə baxaq. Oksigendən nə qədər götürülüb? Üstədən hər ikisi eyni idi də, 40 götürülüb. Bəs oksigendən nə qədəsi girdi? Tapdıq axı oksigendən. Oksigendən 16 qramı girdi. 40 idi, hamısı girmədi. 16 qramı girdi. İndi yəni soruşsam ki, ya uşaqlar, götürülən qarışığın kütləsi neçə qramdır? Götürülən qarışığın kütləsi o deməkdir ki, 40 qram bundan götürülüb, 40 qram bundan götürülüb. Götürülən qarışığın kütləsi nə qədər? 80 qram. Bəs girən qarışığın kütləsi neçədir? 80 qram götürüblər. Amma görüblər ki, kənarda 24 qramı qalıb. Hamısı girməyib də. 80 qramdan 24 qramı qalıb. Deməli belə çıxır ki, 80-dan 24 çıxanda 56 qram girmə var. Təbii ki, burada 56 qram girmə varsa, burada da 56 qram əmələ gəlmə var. Girən kütlələrin cəmi, bax, girən 40 bu oldu, 16 bu oldu. 56 qram girib. Girən kütlələrin cəmi, əmələ gələn kütlənin cəminə görə əmələ gələn budur. Bu əmələ gəlməyib, bu artıq qalıb. Amma götürülən kütlələrin cəmi, başlanğıcda götürülən kütlələrin cəmi
qabda olan bütün kütlələrin cəminə bərabər. 80 qram götürülübsə qabda neçə qram maddə olmalıdır? Qabda cəmi 80 qram maddə olmalıdır. Amma girən kütlə desəm ki, burada girən kütlə 16 qramdır. Qabda 16 qram 40 ilə 16-nın cəmi. Bax 40 girdi, bu da 16 girdi. 56 girib. O demək deyil qabda 56 qram maddə var. Qabda 56 qram maddə əmələ gəldi. Qabda neçə qram var amma? Qabda cəmi bu qədər maddə olacaq. Başqa yolu ilə deyim uşaqlar, başqa yolu nədir? Məsələn, yazırıq kalsium üstəgəl oksigen, alınır kalsium oksid. Əmsallaşdırıram. Mənə deyir ki, eyni kütlədə götürülür. Bu da eyni kütlədə götürülür. Deyirəm ki, bu 2 vur 40 80-dır. Bu da 32-dir. Eyni kütlə deyəndə çoxun yazıram da üstünə. Məsələn, 32 necə yazım? 32-dən 80 girdi olmur axı. Başqa bir yoludur. Deyirəm, eyni kütlədədir. Bu 2 vur 40, bu da 32. Yəni 80 qram bu olubsa böyüyün yazıram üstə. Bu da 80 qram olub da, eyni kütlədədir. Bu da 80 qram olub, eyni kütlədədir. Amma bizə burada nə deyirdi? Yox, bu məsələni başqa yolla deməyim. Digər məsələni başqa yolla deyəcəm. Bunu elə bu qalsın. Çünki burada qarışdırasın. İndi başqa bir məsələ deyim. Başqa bir məsələ deyək. Fikir verin. Burada əmələ gələn kütlə verib artıq qalanı istəyir. İndi artıq qalanı verəcəm, bunu istəyəcəm. Məsələn, bayı yazıram. Alüminium üstəgəl oksigen. Alınır alüminium oksid. Əmsallaşdırmalıyam hökmən, əmsalsız məsələ olunmur. Mənə deyir ki, eyni kütlədə götürülən maddələrin birindən, eyni kütlə, məsələn, bu da M qramdır, bu da M qramdır. Maddələrin birindən, düşünüm cavab düz alınsın. 108, bu da 96, 186, 96 çıxanda neçə eləyir? 4, o da 8, 12. Maddələrin birindən deyir ki, 16 qram artıq qalıb. 108-dən, deməli, 108-dən aşağı 96-nın çıxanda neçə eləyir? 4 oradan 12, 6 qram. Maddələrin birindən 6 qram deyək. Eyni kütləli maddə götürülüb və maddələrin birindən 6 qram artıq qalıb. Kənarda yazıram ki, hansısa maddədən artıq qalıb. Demir ya, 6 qram bu əmələ gəlib. Hansı maddədənsə 6 qram artıq qalıb. Mən də bilirəm də ki, nüsi böyüdən artıq qalar. Nünü necə tapırıq? Verilən qramı reaksiyadakı qrama bölməklə. Bax, bunun qramı 4 over 27-dir. 108 qramdır. Baxın, yazıram 108 qramdır. Bu 3 over 32, 96 qramdır. 2 yolla eləyəcəm. Bir yolu budur. Deyirəm, nüsi böyüdən artıq qalır. Biri var M-i 4 over 27 100-ə bölmək var. Biri var M-i 96-ya bölmək var. Siz də riyaziyyatı məndən yaxşı bilərsiniz də. Surətlər eynidir. Nə qədər kiçiyə bölərəmsə, cavab bir qədər böyük alınır. Yəni, bunun nüsi böyükdür. Oksigenden artıq qalar. Amma bunun nüsi kiçikdir, bu tamamilə reaksiya girər. Yadda sanki nüsi böyükdən tapdım ki, oksigenden artıq qalıb. Baxın, eyni kütlədə götürülüb. Bu da M qram götürülüb, bu da M qram. Bundan artıq qalmadı. M-nin M-i də girdi. Amma oksigenden götürüblər M, görüblər kənarda 6-sı qaldı. Hamısı girmədi axı. Bunun M-nin hamısı girdi. Amma bunun M-indən 6 kənarda qalıbsa, M çıx 6-sı girdi. M-dən hamısı girməyib. İndi tənasüb quraq. Bura xətt çəkirəm. Bu çıxdı, amma bu tənasübdür. M qramın altına bunun qramını yazaram. Yəni 4 vur 27. 108 qram. Bunun qramının altına girən qramının altına reaksiyadakı girəni yazmalıyam. 32 vur 3, 96 qram. Bu da kənar hədlər hasili, orta hədlər hasilinə bərabərdir eləyəndə cavab yadımda qalmayıb neçədir? Bax, M-i vuraq buna. İxtisar aparsaq nə qalar? İxtisar aparsaq burada 48, bu niyə belə yazdı? İxtisar aparsaq 54, yenə ixtisar aparaq 27, yenə ixtisar aparaq 24, elə deyil. Başqa nəyə gedər? 3-ə gedər. 9, 9. Bu da 3-ə gedər 8. Nə qaldı? M vur 8. 8M bərabərdir. Riyaziyyatına baxın, burada nə qalmışdı? 9. 9-u bu ikisinə vururam da 9M çıx. 9M çıx. 9-u da 6-ya vuranda 54. M də bərabərdir 54. Yox, tapdıq M bərabərdir 54. Desəm neçə qram qarışıq götürülüb? Başlanğıcda eyni kütlə götürülüb də, bu da M götürülüb, bu da M götürülüb. Yəni başlanğıcda olan kütlə nə qədərdir? 54 və 54. Axı, eyni kütlə götürülüb. MM. Mən də M-i də tapdım 54. Bəs girən kütlə nə qədərdir? Deyərəm ki, 54 ilə 54 götürülüb, 108 götürülüb də. Amma 108-in hamısı girmədi axı. 6-sı qaldı kənarda. 108-dən 6 çıxanda deyirəm ki, onda belə çıxır ki, girən qarışıq nə qədərdir? 108-dən 6-nı çıxaq, girən qarışıq 102 qramdır.
Alüminium neçə qram götürülüb? Alüminiumdan götürülən m qramdır. 54 qramdır. Neçə qramı girdi? Hamısı girdi. Belə xətt çəkmişəm. Oksigen neçə qram götürülüb? M qram götürülüb. 54 qram. Bəs neçə qramı girdi? 54-dən 6-sı kənardadırsa, əlbəttə ki, 48 qram girib. Əmələ gələn məhsulun kütləsini tap. Girən kütlə əmələ gələn kütləyə bərabərdir. Bundan M-nin M-i hamısı girdi. Hamısı girdi, yəni nə qədər girdi? Biz buradan tapdıq da ki, alüminiumdan M-nin hamısı girdi. 54 qram bundan girib. Amma bunun hamısı girməyib. Bax, 54-dən 6-sı qalıb kənarda. Və yaxud da denən 54-lə 54 götürmüşdük, dedik. 54-lə 108 götürmüşük. 6-sı kənardadır. Burada 102 qram girmə var. Deməli, girən kütlə əmələ gələn bu kütləyə bərabərdir. Bu da 102 qram imiş. Amma qabda neçə qram maddə var? Götürülən kütlə qabda olan bütün kütləyə bərabərdir. MM götürülüb də 54, 54, 108 götürülübsə, bundan cəmdə 108 olmalıdır. Başqa bir yolla baxaq uşaqlar. Başqa yolu budur. Reaksiyanı yenə yazıram. Yenə, bunlar niyə belə yazır? Yenə əmsallaşdırıram. Alüminium 2 ölçü yenə əmsallaşdırıram. Mənə deyir ki, eyni kütlədə götürülüb. Deyirəm, hansısa maddələrin birindən 6 qram artıq qalıb. Mənə deyir ki, məsələn, bunun kütləsini tap, M-i tap. Mən də deyirəm ki, bu nə idi yazmışam? 4-dür. Eyni kütlə 4 vur 27, 108, bu da 96. Hər ikisi eyni kütlə götürülüb, böyüyün yazıram üstünə. Deyirəm, deyək ki, bu da 108 qram götürülüb, bu da 108 qram götürülüb. Deyək ki, deyirəm, ha, hər ikisi eyni götürülüb. Bu 4 vur 27, 108-nin 108-də girdi. Amma 108-indən 96-sı girdi. Nə qədəsi qaldı artıq? 12 qram artıq qalma var. 12 qram. Mən buradan görürəm ki, 12 qram artıq qalanda əgər 12 qram buradan görürəm. Hardan bildim? 108-dən 108-də girdi, 108-dən 96-sı girdi. 12 qram artıq qalanda neçə qram alüminium girib reaksiyada? 4 vur 27. Yəni 108 qram alüminium giribsə, görəsən mənə deyir ki, maddələrin birindən 6 qram artıq qalıb. 6 qram artıq qalmada neçə qram alüminium reaksiyaya girər? 2 dəfə az, bu da 2 dəfə az. 54 qram alüminium reaksiyaya girər. Fərqi yoxdur uşaqlar, bunu molla da tapa bilərik ya. Məsələn, molla necə tapaq? Ola bilər də verilir ki, azot üstəgəl hidrogen. Məsələni hökmən əmsallaşdırmalıyıq. 2, bu da 3. Məsələn, deyir ki, eyni molda götürülüb. Bax, bu 1-dir, bu 3-dür. Amma eyni mol demək ki, hər ikisi eyni olsun. Hər ikisi çoxun yazıram. 3 mol budur, 3 mol budur. Hansı maddədən və neçə mol artıq qalıb? Deyirəm, 3 molda 3-ü də girdi. 3 moldan 1-i girdi. Nə qədəsə artıq qaldı? Deməli, qabda 2 mol azot olacaq. Və qabda neçə mol amonyak olacaq? Qabda nüsü kiçik bir hesablanma aparılır. Bu tamamilə girdi axı. Deyirəm, 3 mol girəndə görürəm 2 mol əmələ gəlib də. Nüsü kiçik bir hesabla. 3 mol girəndə neçə mol əmələ gəlir? 2 mol da amonyak əmələ gəldi. Deməli, qabda 2 mol amonyak var, 2 mol da azot. Məsələn, mənə deyir, qabda olan maddələrin molları müqayisə elə. Deyəcəm, nü azotun molu bərabərdir nü amonyaka. İndi bundan bir dənə də məsələ eləyək. Yox, yekunlaşırıq bundan. Amma yenə deyəcəyim məsələni 2 yolla deyəcəm. Hansı rahatsa ondan da eləyək. Məsələn, deyək ki, bax, belə bir məsələ verilib. Nə verilib onu köçürürəm. Deyir, reaksiyaya daxil olan qaz qarışığı verilən budur. Azot, nəsə problem yaranmıyor bunda. Azot üstəgəl hidrogen. Nə verilib elə onu köçürüm, sonra izah edeyim. Deyir ki, bu 10 moldur. 10 mol. Bir də verib ki, reaksiyadan sonraki mənə verilən budur. Burada qabda da verilib ki, amonyak üstəgəl hidrogen. Bu da verilib ki, 7 moldur. 2 yolla deyəcəm uşaqlar. Hansı sizə rahatdır ondan eləyin. İlkin qarışıq bu nədir? Bu 10 mol. İlkin qarışıq budur. Bu 10 molun içində sənə deyir, ilkin qarışıqda hidrogen mol sayını tap. Yəni hidrogen nə qədər olub başlanacaq? 5-dir bu, 3-dür bu, onu tap. Desəydi hidrogenin mol payını faizlə tap, hidrogenin molunu tapardım, ümumi moluna bölərdim və vurardım 100-ə. Birinci yolu qısa yolla deyək. Qısa yol nədir? Birincisi biz reaksiyanı yazıb əmsallaşdıraq. Azot, bildiyimiz reaksiya budur ki, azot üstəgəl hidrogen. Hidrogen alınır amonyak qazı. Əmsallaşdırmalıyam hökmən.
Bu bizə deyir ki, 10 mol qarışıq götürülüb. Girib demir ha, götürülüb. Deyirəm bu başlanğıcda 10 moldur. Və bu üstəgəl hidrogen bilirsiz nədir? Axı deyirsən hidrogen alınmır. Azotla hidrogen girəndə hidrogen alınmır. Axı bu bilirsiz nə deməkdir? Hidrogen artıq qalan. Kənarda yazıram ki, bu artıq qalan deməkdir. O demək deyil, əmsallaşdıraq 6 üstəgəl 2. Yox. Girəndən əmələ gələn əmsallaşdırırıq. Bu da qaldı kənarda. Deyir, bunlar ikisi bir yerdə 7 moldur. Mənə hidrogen lazımdır. Deyirəm ki, ay uşaqlar, mən buradan görürəm faktiki 10 mol qaba maddə salıblar. Görürüm sonradan 7 mol maddə əmələ gəlib. Burada neçə mol azalma var? Əlbəttə ki, 3 mol azalma görürəm də. Qaba 10 mol salıb 7 mol çıxarırıqsa, deməli 3 mol azalma var. Məndən hidrogen istəyir də. Deyirəm ki, görəsən 3 mol azalanda neçə mol hidrogen girər? Bax yazıram ki, mənə şərtdə dediyinə görə 3 mol azalma var. 3 mol azalma var. Və tapım görüm neçə mol hidrogen girər. Neçə mol hidrogen girər? Axı məndən hidrogeni istəyir. İndi gəlirəm reaksiyadakına baxım. Deyirəm reaksiyada 4-dən 2-yə gəlib. 4-dən 2-yə gəlibsə neçə mol azalma görürük burada? Əlbəttə ki, 2 mol azalma görürəm də. 4 moldan 2 mola gəlibsə reaksiyamda azalmanın altından azalma yazaram. Reaksiyamda 2 mol azalma var. Reaksiyamda neçə mol hidrogen girməsi var? Əlbəttə ki, 3 mol hidrogen girməsi var. Bir də deyirəm. Mənə deyir hidrogeni tap. Deyirəm azalmadan gedir söhbət. 4-dən 2-yə gələndə görürəm də reaksiyamda 2 mol azalma var və gördüyüm odur ki, 2 mol azalma olanda neçə mol hidrogen girib? 3 mol hidrogen girib. 3 mol hidrogen girdi ki, azaldı. Sən də deyir ki, bəs ondan 7-yə gəlib 3 mol azalma olanda neçə mol hidrogen əmələ gəlir? Neçə eləyəcək? 4,5. 3 vur 3 9 kənar ədlər arasını 2-yə bölək 4,5. Tapdım ki, 4,5 mol hidrogen girdi. Mənə deyir başlanğıc qarşıda hidrogeni tap. 4,5 deyil ha. Götürüb deyərsiniz ki 4,5. 4,5 hidrogen girəndir. Axı kənarda da qalan var. Deyirəm ki, bax indi nə edirəm? Mollarla müqayisə edirəm. Bunun molundan 3 dəfə azdır. Fikir verin, bunun molundan 3 dəfə azdır. Onda bunun girəni də bunun girənindən 3 dəfə az olacaq. Yəni bu 4,5 girəndə bu 3 dəfə az olacaq. Bu 1,5 girər. Bu 4,5 girəri tapdığımı? Bu bundan 3 dəfə az girib. Bu olacaq 1,5 girər. Deyirəm ki, 10 mol götürüblər. 1,5 bundan girib, 4,5 bundan girib. Cəmi 6 mol girmə var. Deməli belə çıxırmı ki, 4 mol 10 moldan 6 molu giribsə 4 mol artıq qalıb. Baba bu kənarda artıq qalan 4 moldur. İndi hidrogen sizcə nə qədər olub ki, başlanğıcda bunun 4,5-i girib, hələ üstəlik 4 mol da kənarda qalıb. Hidrogen başlanğıcda 8,5 mol olub ki, bunun 4,5-i girib və 4 molu kənarda qalıb. Deməli deyir ki, bu başlanğıc qarışıqda 10 molun içində neçə mol hidrogendir? Əlbəttə ki, 8,5 molu. Desək ki, bu ilkin qarışıqda hidrogenin həcm payını tap, hidrogenin bildiyim molu ümumi mola bölüb 100-ə vuraram. 8,5-i 10-a bölüb 100-ə vuranda o da eləyər 85%. Bu məsələnin başqa yolu da var uşaqlar. Başqa yolunda qoy deyim də sizə. Başqa yolu biraz uzun gedəcək, amma eybi yoxdur da. Uzun getsə də gəlir hesablayaq. Yox, belə eləməzdim bunu. Eybi yoxdur. Bunu silim. Məsələn, mənə verilir ki, bayaqki kimi də azotla hidrogen götürülür. Mən də tez birincisi əmsallaşdırıram. 2, bu da 3. Bu neçə mol verilmiş? Deyəsən, bu 10 mol verilib. Deyir ki, 10 mol başlanğıcda götürülüb. 10 mol. Qabda hidrogen də artıq qalıb və bir yerdə bunlar da 7 mol verilib. Orada verilən. Başqa yolla deyil. Bu nə deməkdir? Deyirəm ki, bundan yenə hidrogen istəyir məndən. Bundan bilmirəm də neçə mol girib. Məsələn, 10 mol idi. Bundan A molu girdi. Bax, girənləri yazıram. Deyirəm, nə qədər girmə var. Bundan bilmirəm də. 5-dir, 3-dür, 10-dur. A mol girib. A mol. Mən buradan görürəm ki, bu bundan 3 dəfə çox girib. Əgər bu A mol girəndə, bu 3 A mol girib. Və buradan görürəm ki, bunu əmsallaşdır. Buradan görürəm ki, bu bundan 2 dəfə çox əmələ gəlib. Bu A mol girəndə bu 2 dəfə çox əmələ gələr. 2 A mol əmələ gələr. Və bundan da nə edirsə kənarda qalır. Kənarda qalanı A ilə B ilə müqayisə eləmirik. Ancaq girənlər və əmələ gələnlərin əmsalları müqayisə olunur. A mol bundan girdi, 3 A mol bundan girdi, 2 A mol bundan əmələ gəldi.
Götürülən qarışıq cəmi 10 moldur. Götürülən nədir? Azotdan A mol götürüblər. Azotdan artıq qalmayıb axı. Elə başlanğıcda da A mol götürüblər. Deyirəm ki, A mol azotdan götürüblər. Başqa nə götürüblər? İndi deyər hidrogendən 3A götürüblər. Yox, hidrogendən nə qədər götürüblər ki? 3A-sı girib, hələ X də kənarda qalıb. Deməli hidrogendən götürülən 3A üstəgəl X-dir. Sənə deyir ki, bu iki götürülən bir yerdə molları 10 mola bərabərdir. Üstəgəl bunların ikisinin molu 10 mola bərabərdir. Bəzən uşaq çaşıb nə edir? Götürür A molla 3A molu cəmləyir, deyir 4A mol ona bərabər. 4A mol götürülməyib axı, 4A mol girəndir. Götürülən 10 moldur. Götürülən odur ki, azotdan A götürülüb, elə A-sı da girib, qalmayıb. Hidrogendən 3A-sı girib. 3A-sı girib və kənarda da X artıq qalıb da. Deyirəm 3A üstəgəl X olub da. 3A-dan X-i kənarda qalmayıb ha. Elə bil təsəvvür edin belə deyim də 5-i girib, 3-ü kənarda qalıb. 5-dən demirəm. 5 dənə girib, 3 dənə kənarda qalıb. Başlanğıcda 8 olub da, cəmləri olub. Amma desəm 5-dən 3-ü girib, deyərsən 5-dən 3-ü girəndə X kənarda. Cümləyə fikir verin. 3A girib və bundan savayı X kənarda qalıb. Deməli 3A üstəgəl X başlanğıcda götürülənlər 10-dur. Yəni bunu cəmləsəm, eləcək 4A üstəgəl X bərabər 10-a. İndi qabda isə 7 mol maddə olub. Qabda nə var? 2A üstəgəl hidrogendə X. 2A üstəgəl X bərabərdir 7. Tərəf-tərəfə çıxsan X-lar gedər, 2A bərabərdir 3-ə. Tərəf-tərəfə çıxırıq. A da bərabər 1,5-ə. A-nı 1,5 tapdıq, X-i tapaq da indi. A-mız 1,5-dir. 4 vur 1,5 eləyir 6. 6-nın üstünə nəyə gələndə 10 eləyir? Əlbəttə 4. X də bərabər 4-ə. Deyirəm hidrogeni istəyir. Hidrogendən nə qədər girmə var? Hidrogen 3A qədər girmə var da. Yəni 3 vur 4 1,5. Hidrogendən 3 vur 1,5 4,5 girib. Və X də kənarda qalıb. X nə qədərdir? 4 də kənarda qalıb. Yəni başlanğıcda 8,5 olub da. İstəyirsiniz bu yolla eləyin, istəyirsiniz azalma yolu daha rahat. Azalma yolunu bir də deyirəm. 4-dən 2-yə gəlin. Buradan görürəm ki, 2 mol azalma var. 2 mol azalma. Və buradan görürəm ki, 2 mol azalma olanda hidrogendən nə qədər girmə var? Hidrogendən girmə 3 moldur. İndi A-larla eləmirəm də. 4 həcmdən 2 həcmə gəlib 2 mol azalma var. 2 mol azalma olanda 3 həcm hidrogen girib. Bəs məsələnin şərti 10-dan 7-yə gəlib. Baxın, 3 mol azalma olanda nə qədər hidrogen girər? 4,5. Hidrogendən 4,5 girdisə, bu bundan 3 dəfə azdır. Bu 1,5 girər. 10 moldan 6 mol girmə varsa 4 mol da kənardadır. Başlanğıcda hidrogen nə qədərdir? 8,5. Bu da maddə miqdarının artıq qalma məsələsi. Maddə miqdarını da bitirdik. Hələlik sağ olun uşaqlar.